Səncə, dövri cədvəl yuxuda kəşf olunub? Gəlin, 1869-cu ilə qaydaq. O dövrdə yüzlərlə cədvəl hazırlanmışdı, amma heç biri Mendeleyev qədər mükəmməl değildi. O, hələ kəşf edilməmiş elementləri belə qabaqcadan demişdi. Bəs Mendeleyev dövrü sistemi necə kəşf etmişdir? Gəlin araşdıraq. Bir gecə yorğun halda yuxuya gedir və yuxusunda cədvəlin düzülüşünü görür. Sonra oyanıb hər şeyi dərhal qeyd edir. Bu nədir? Sənə diplomu kim verib? Yuxuda elmi kəşf olar. Mənim illərlə çəkdiyim əziyyət nə oldu? Bax, aradan 150 il keçsə də, dövri cədvəl hələ də kimyanın əsas sütunudur. Çünki bu cədvəl kimyanı öyrənmək üçün ən güclü vasitələrdən biridir. Bu kəşfimə görə 101-ci elementi mənim şərəfimə adlandırıblar. Son olaraq onu da bildirim ki, abituriyent hazırlığı üçün məni axtarmayın. Bunun üçün Instagramda kimya dərsləri onlayn səhifəsinə yazın. Diqqətinizə görə təşəkkür edirik.